Zilhicce ayının ilk 10 günü ümumi şəkildə dünya günləri içərisində ən əfsəl günlərdir. Necə ki hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, günlər içərisində salih əməlin Allaha ən sevimli olduğu günlər bu 10 gündür. Və soruşurlar ki, ya Resulallah, Allah yolunda cihad da o gündə edilən salih əmələ çatmır. Deyir ki, hətta Allah yolunda cihad da bu 10 gündə edilən salih əməllərə çatmır. Yalnız o kişidən başqa o nəfsi ilə, canı ilə, malı ilə Allah yolunda çıxır və qayıtmır. Və buna görə də müsəlman bu 10 günü faydalı, xeyirli keçirməyə çalışmalı, həris olmalı. Həm günlərini və həmçində gecələrini ibadətlə, salih əməllə keçirməli və o günləri, o vaxtı itaətlə Allaha yaxınlaşdıran əməllərlə doldurmalı, təmin etməlidir. Və əvəz olunmaz bir fürsətdir. Əvəz olunmaz bir fürsətdir bu 10 gün.